Bugünkü mövzumuz qumar və onun psixoloji fəsadlarıdır. Qumar ilk başlarda bəlkə də bir oyun, bir əyləncə vasitəsi kimi başlasa da, bir müddətdən sonra şəxsdə yaratdığı maddi və mənəvi problemlər onun psixoloji çöküşünə səbəb olur. İlk başlarda beyin dopamin salgısı ilə dopamin ifrazı ilə əslində özünü çox yaxşı hiss eləməyə başlayır. Çünki bu bir əyləncə, bu bir oyun kimi görünməyə başlayır beyin tərəfindən və əslində beyin üçün ilk başlarda çox yaxşı təsir göstərir. Amma bir müddət sonra itirdikləri ilə bərabər beyin artıq depressiyaya doğru sürüklənməyə başlayır. Çünki şəxsin bir müddət sonra sosial çevrəsi itməyə başlayır. Şəxs bir müddət ərzində çoxlu yalanlar danışmağa başlayır, çoxlu borc almağa başlayır və aldığı borcları vaxtında qaytara bilmədiyi üçün şəxslərlə problem yaşamağa başlayır. Hətta bəzən bu fiziki zorakılığa qədər gəlib çıxa bilir. Qumar oynayan şəxs özü ilə bərabər ailəsini və çevrəsini də problemlər içinə atmağa başlayır. Şəxsin şəxsi keyfiyyətləri azalmağa başlayır, söylədiyi yalanlarla bərabər. Qumar oynayan şəxs daimi stres və narahatlıq içindədir. Çünki onun yaşadığı maddi sıxıntılar, maddi problemlər onun həyat keyfiyyətini də azaltmağa başlayır və qorxu içərisində yaşamağa başlayır. Bəlkə də yuxusuz gecələr keçirməyə başlayır. Və bir müddətdən sonra artıq ümidsizlik başlayır. Çünki yığılan borclar, verilən vədlər heç biri yerinə yetirilə bilmir və bir müddətdən sonra artıq qumarın belə ona heç bir şey qazandırmayacağını, amma bataqlıqda olduğu üçün və bir növ hər şeydən ümidsizlik başlayır, amma bir ümid də yenə də qumarda qalır ki, bəlkə son bir ümid qazanıb bütün borcları bağlamaq. Amma dediyim kimi, bu bir bataqlıq olduğu üçün əslində hər keçən gün problem daha da böyüməyə başlayır. Və şəxsdə depressiv əlamətlər, depressiv simptomlar başlayır ki, bu da özü ilə bərabər həm maddi, həm də mənəvi problemlər başladır. Və ən sonda isə ən ağır problemlərdən biri isə, ən ağır çıxılmaz vəziyyətlərdən biri isə bəlkə də intihardır ki, bu şəxslər son çarə olaraq buna əl ata bilirlər. Qumardan çıxış yolu varmı? Əlbəttə var. Qumar oynayan şəxs böyük bir şəkildə ailə dəstəyi, sosial dəstək görməlidir əslində. Amma nə yazıq ki, əslində çox zaman tam tərsi olur. Çünki onun yaşatdığı problemlər ailədə və sosial çevrəsində böyük narazılığa gətirib çıxardır. Amma müalicədə də əslində ən böyük dəstəkçi yenə də şəxsin ailəsi, dostları ola bilər. Psixoterapiya və dərman müalicəsi də böyük rol oynayır qumara qurşanan şəxsdə və əsas olunması gərəkən terapiya isə ən çox yardım edən terapiya isə kognitiv davranış terapiyasıdır ki, şəxsin düşüncələri, davranışları və emosiyaları analiz edilir və şəxsə yeni davranışlar, yeni düşüncələr aşılanmağa çalışılır. Şəxsin sosial həyatının təkrardan düzəldilməsi, şəxsin idman, sağlam qidalanma, sağlam yaşamla bağlı edə biləcəyi şeylər əslində onun yavaş-yavaş bu bataqlıqdan çıxmasına kömək göstərir. Amma ilk öncə ən əsas amillərdən biri isə şəxsin əslində hər şeyi
olduğu kimi qəbullanmağı və özünə qumar asıllısı olaraq, özünü qumar asıllısı olaraq dəyərləndirməsidir. Çünki istənilən problemin qəbulu bu problemin həllində böyük bir addımdır əslində. Qumar bağımlılığı olan şəxslərdə kömək edə biləcək əsas amillərdən biri də şəxsin ona bu asılılığı xatırladacaq bütün amillərdən uzaq olmağı, deyək ki, əgər telefonda və yaxud da kompüterdə oynayırsa, bunlardan bütün bu proqramların silinməyi və yaxud da əgər kartlar telefona və yaxud da kompüterə bağlıdırsa, bunları bankdan bloklamaq və bu çevrə ilə bağlı, yəni qumar çevrəsi ilə bağlı, qumar sosial çevrəsi belə deyək, dırnaq içində və bu çevrədən də uzaqlaşmaq şəxslərə böyük yardım göstərəcəkdir.